Hipofiz adenoması nədir? Hipofiz adenoması ən sıx rast gəlinən beyin şişlərindən biridir. Bəs hipofiz adenomasının digər şişlərdən fərqi nədir? Hipofiz adenoması həm hormonal, həm də beyin şişi xüsusiyyətləri daşıyan orqanizmdə yeganə şiş növüdür. Hipofiz adenoması əməliyyatında endoskopik əməliyyatların digərlərinə üstünlüyü nədir? Hipofiz adenomasında endoskopik olaraq müdaxilə etdiyimizdə anatomik boş yolları istifadə etdiyimiz üçün birbaşa törəmənin üzərinə gedirik və eyni zamanda endoskopun bizə sağladığı avantajlardan dolayı geniş bir görmə sahəsi əldə edirik. Risk və ağırlaşma ehtimalı ənənəvi kranial tomiya ilə edilən əməliyyatlara görə daha üstündür. Hipofiz adenoması tam sağalırmı? Bəli, 80-90% halda əməliyyat etdikdən sonra bu xəstələrdə tamamilə sağalma görə bilirik.